Gizli yoxlama, gizli nəzarət bu idarəetmə deyil, bu casusluqdur. Çox rəhbər nəzarəti alət kimi yox, silah kimi işlədir. Əməkdaş səhv edəndə onu tutmaq üçün. Nəticə qeyri-sağlam iş mühiti. Belə şəraitdə işləyən isə heç vaxtı tam potensialını ortaya qoymur. Nəzarətin məqsədi səhv tapmaq deyil. Məqsəd, əgər səhv baş veribsə, vaxtında düzəltmək. Fərqi hiss edirsiniz? Düzgün nəzarətin 3 şərti var. Birincisi, əməkdaş bilməlidir ki, onu yoxlayacaqlar. Gizlilik yoxdur. İkincisi, nəyi yoxlayacağını bilməlidir. İş standartı da aydın olmalıdır. Üçüncüsü də nəzarətin nəticəsi mütləq əməkdaşa çatdırılmalıdır. Düşünün, əgər siz bilirsiniz ki, sabah sizi yoxlayacaqlar, necə işləyəcəksiniz? Daha diqqətli, daha məsuliyyətli olacaqsınız. Elə bu da nəzarətin əsl funksiyasıdır. İnsanı oyaq saxlamaq, səfərbər etmək. Sizin komandada nəzarət necə qurulub? Açıq, yoxsa gizli? Şərtdə yazın. Həmkarlarınızla bu videonu göndərin, bölüşün, müzakirə edin.